Mən Nağıyeva, 28 yaş, həkiməm, 2 ildir avtomobil idarə edirəm. Normal qaydalara uyğun sürürəm. Yarışmaya Praqaya getmək üçün qatılmışam. Mən Cəfərova Günel, 29 yaşım var. Hal-hazırda özəl bir şirkətdə mühasibə vəzifəsində çalışıram. Artıq 7 ildir ki, avtomobil sürürəm. Bir dostum Facebookdan mənə saytın yarışmanın linkini atdı. Mən linka daxil oldum, məlumatla tanış oldum. Ondan sonra qeydiyyatdan keçdim və imtahanı verərək yarışmaya qatıldım. Hey, bu dəfə çəkirik sinirləri tarıma, verilişdə deyil bu bitir. Eda Okçu ben, 24 yaşındayım. Bir özel bir şirkette marka müdürü olarak çalışıyorum. Yani yaklaşık 5 yıldır araba kullanıyorum. Yarışmaya tesadüf eseri katıldım. Sizin radyo verilişinizi izlerken tanış oldum ve internet sitenize girip başvurdum. Galip olmaya %100 eminim. Keçmə sürət limitin, 60 km sürətlə irəliyirik. Günel Quliyeva, 33 yaşım var, müəlliməyəm. 5 ildir ki, avtomobil idarə edirəm. Bura özümü sınamaq üçün gəlmişəm. DJ Tural'ın Instagram səhifəsində gördüm, imtahan verdim və keçdim. Mən Quliyeva Ülviyəm, 33 yaşım var. Dizayner vəzifəsində çalışıram. Artıq 4 ildir ki, avtomobili idarə edirəm. Avtostokun daimi dinləyicisi olduğuma görə bu yarışmaya qatılmağa qərar verdim. Sultan Əhmədi Vüsalə, 25 yaşım var. Turizmlə bağlı sahədə çalışıram. 2 ildir avtomobil idarə edirəm. Qalib olmaq üçün qaydaları bilmək lazımdır və səbirli olmaq lazımdır. Bu realitidir, bu deyil veriliş. Gecayeva Aysel, 23 yaşım var. Hava limanında çalışıram. 1 ildir avtomobil idarə edirəm. Qalib olmaq üçün qaydalara əməl etmək lazımdır. Adətən yol hərəkəti qaydalarını pozmuram. Orada kiçik imtahanıya canını boğazına yığıb asfalt cəngəllik. Mən Cənnətova Səlmi, 27 yaşım var. Özümün şəxsi biznesim var. 4 ilə yaxındır ki, avtomobil sürürəm. Bizi birinci yarışmanın bitməsini gözləyirdim ki, bitsin, ikinciyə qatılım. Mən bura qalib olmaq üçün gəldim. Qaydalar çox primitiv. İzləmə kameraları. Sündət Mənəylə, 33 yaşım var. Tibb sahəsində işləyirəm. 6 ildir avtomobil idarə edirəm. Atam dedi ki, hamısı öz qohumlarını seçəcəklər. Dedim, heç nə olmaz, bir dəfə iştirak eləyərəm, görək kim qohumlarını seçir. Həyatda heç nə əmin deyiləm, amma qalib olmaq üçün çalışacağam. DJ Tural və Səmanın təqdimatında.